Salam hörmətli izləyicilər, bu videoda çoxəlli vuruqlara ayrılmasından misal nümunələri ilə tanış olacağıq. Və qeyd edim ki, bu misal nümunələri test toplusundan götürülüb, yəni abituriyentlər üçün də 1-ci, 2-ci qruplar və yaxud da 3-cü, 4-cü qruplar üçün hər səviyyədə misallar var. Başlayaq. Deməli, nə deyir? A çıx 2b-nin kvadratını almaq üçün A üstəgəl 2b-nin kvadratı ifadəsinə hansı ifadə əlavə olunmalıdır? Yəni, fikir verin, bunun üzərinə mən nə gəlim ki, bunu açdıqda, sadələşdirdikdə bu alınsın. Bunun üçün nə etmək lazımdır? Sadəcə A üstəgəl 2b kvadratının üstünə hər hansı bir ifadəni bir hərflə işarə eləyək. Məsələn, olsun M ifadəsi. Gələk və onu gələndən sonra nə alınmalıdır? Bax, bu alınmalıdır. Bax, bu cür yazın özünüz üçün. Ondan sonra siz burada uzaq başı nə edə bilərsiniz? Uzaq başı bunu sadələşdirə bilərsiniz. Yəni, necə sadələşdirə bilərsiniz? Bu mötərizələri açaraq, mən əvvəlki videoda buna aid misal yazmışam ki, bu M-i tapdıqda, fikir verin, bu M-i tapdıqda, M-in yanında nə varsa hamısını keçirdirsən digər ifadənin yanına və sadələşdirirsən. Aha, indi gəlin yazaq. Deməli, M-i tapdıqda mən nə edəcəm? Bu M-in yanında artıq olan nə varsa keçirdəcəm bura. Əvvəlcə bu ifadəni yazıram. A çıx 2b-nin kvadratı və çıxaq A üstəgəl 2b-nin kvadratı. İndi burada iki yol var. Bir, istəyirsinizsə ayrı-ayrı bu kvadratları, mötərizələri açın, sonra islahlar edərək sadələşdirin. Amma mən etməyəcəm, mən nə edəcəm? Fikir verin, burada nə var? Burada elə yeni bir düsturun özü var. Necə? Baxın, bu kvadrat, bu kvadrat oldu kvadratlar fərqi. Yəni, baxın, buna bir x kimi baxsaq, yəni bu mötərizənin içinə bir x kimi baxsaq, bu olur x-in kvadratı. Çıxaq, buna da bir y kimi baxsaq, mötərizənin içərisinə y kimi baxsaq, olur x kvadrat. Deməli, daha doğrusu y kvadrat. Olur x kvadrat, çıxaq y kvadrat. Bu x kvadrat çıx y kvadratın açılışı necə idi? X çıx y, bir dəfə də x üstəgəl y idi. Deməli, vəssalam, bu düsturdan istifadə edək. Deməli, necə yazırıq? Birinci dəfə kvadratları atırıq, bunların fərqini yazırıq. Gəlin kvadratları ataq. Belə bir şey olacaq. Kvadrat atanda A çıxaq 2B çıxaq. Bunun kvadratı atılır və bu yazılır. İndi bunu yazanda fikir verin, bu mötərizə açılmalıdır. Açılanda həmən bu mənfi buna vurulmuş olacaq. Olacaq mənfi A və mənfi 2B. Bu bir mötərizə. Bax, bu mötərizəni yazdım. İndi digər mötərizədə nə edib? Yenə kvadratlar atılıb, təkcə x-lə bu dəfə y-ı üstə gəlib. Yenə mən indi kvadratları atacam və bu mötərizənin içərisindən bu mötərizənin içərisindən üstə gələcəm. Deməli, yazıram yeni mötərizədə A çıxaq 2B. Bu dəfə üstə gəlirəm bu mötərizənin içərisində. Üstə gəldiyimə görə üstəgəli vuracam. Ona görə üstəgəli bu mötərizələrin hər birinə vuranda olur müsbət A və müsbət 2B. Görürsünüz, bax, bu cür həll etmək olar. Və bərabərdir. İndi hər mötərizənin içərisini ayrı-ayrı sadələşdirəcəm. Baxaq, A-dan A-nı çıxıblar, getdi 0. Mənfi 2B ilə mənfi 2B elədi mənfi 4B. İndi digər mötərizənin içərisinə baxaq. 2B ilə 2B-ni bir-birindən 0-a apardı. A ilə A elədi 2A. Deməli, nə alındı? Mənfi 4B vuraq 2A. O deyilir, 2-ni 4-ə vuranda 8. Qarşıdakı mənfi qalır. B-ni A-ya vuranda olur BA. Bax, görürsünüz, deməli, mənfi 8BA bu ifadənin üzərinə mənfi 8BA ifadəsini gəldikdə, bax, bu ifadə alınır. Davam edək. Belə bir misaldır. X çıx 3-ün kvadratı çıxaq 9 deyir, vuruqlarını ayırın. Sadələşdirin demir, ha. Sadələşdirin dedikdə başqa şeydir, vuruqlarına ayırın dedikdə başqa şeydir. Sadələşdirin desəydi, sadəcə siz burada bu mötərizəni açacaqdınız və islah edib bir çoxədli alacaqdınız. Amma vuruqlarına ayırın dedikdə siz burada
iki mötərizənin hasili şəklində yazmalısınız. Bəs bunu necə edək? Yenə baxırıq ki, bu düsturdur. Hansı düsturdur? Bax, bu 1 kvadrat, bu da 3-ün kvadratıdır. Yəni, kvadratlar fərqidir. Bunun üçün nə edirik? Əvvəlcə kvadratları atırıq. Bir mötərizədə bunları üstə gələcəyik. Bir mötərizədə isə çıxacaq. Yəni, mən sizə burada yazım bu düsturu. Deməli, baxın, bu düsturdur. A kvadratı çıxaq B kvadratıdır. Kvadratlar atılır. Əvvəlcə bunlar çıxılır. Sonra isə eyni qaydada üstə gəlinir. Biz indi bax bundan istifadə edəcəyik. Kvadratları əvvəlcə atdıq. Kvadrat atanda nə alındı? X çıx 3 çıxaq. Bunun kvadratı atanda, yəni bu nəyin kvadratıdır? 3-ün kvadratıdır. Kvadrat atanda yerdə nə qalır? 3. Bu birinci mötərizə. Görürsünüz, çıxdıq. İndi ikinci mötərizədə nə ediblər? Yenə kvadratlar atılıb, sadəcə bu dəfə bunlar üstə gəlinib. Yenə bizdə yeni mötərizədə kvadratları yenə atacağıq. Bu dəfə bununla bunu üstə gələcəyik. Yəni, x çıx 3-lə bunun kvadratsız halını, yəni 3-ü üstə gələcəyik. Hər mötərizənin içini ayrı-ayrı sadələşdirək. Bu mötərizənin içərisini sadələşdirəndə, mötərizənin içərisində yazaq x təkdir qalır. Bu mənfi 3 ilə bu mənfi 3 eləyir. Çıx 6. Digər mötərizənin içərisində bu 3 ilə bu 3 gedir 0-a. Yerdə qalır 1x. Baxın, bu x bu mötərizəyə vurulmuş haldadır. Bunu belə də halda yaza bilərlər. X mötərizənin qarşısında yazırlar. Və x çıx 6. Bax, vuruqlarını ayırdıq. Burada neçə dənə vuruq var? 2 dənə. Bir bu vuruq, bir bu vuruq. Davam edək. Bu ifadəni hesablamaq. Deyərsiniz ki, bu ifadəni uzaq başa hesablamaq üçün ayrı-ayrı kvadrata yüksəldərəm və çıxaram. Elə də etmək olar, amma sizin vaxtınız gedəcək. Bunun üçün yaxşı olar ki, yenə də bu düsturdan istifadə edəsiniz. Nə edirik? Əvvəlcə kvadratları atırıq, bunların özlərini bir-birindən çıxırıq. Təzədən yenə digər mötərizədə yenə kvadratları atırıb, bu dəfə bunları bir-birindən üstə gəlirik. Və ayrı-ayrı mötərizələri hesab edirik. 47-dən 37-ni çıxanda eləyir 10, vuraq. 47-nin üstünə 37 gələndə eləyir 84. Onu da 84-ə vuranda və bunu yəqin ki, hamı edə bilər. Vuruqlarına ayrılması. Vuruqlarına ayrılması üçün mən bir şeyi vurğulayım ki, baxın, görürsünüzmü, 4 həddən ibarətdirsə, siz bunu 2-2 qruplaşdıraraq, oradan ortaq vuruqlar çıxartmalısınız. Amma ortaq vuruq mötərizə xaricə çıxardanda elə etməlisiniz ki, alınmış mötərizənin içindəki ifadələr bərabər vəziyyətdə olsun. Yəni, baxaq. Baxın, bu x kvadratı ilə hansıları qruplaşdıra bilərik? Aydındır ki, ya 3x-i qruplaşdıra bilərəm, çünki x-ində də x var, ortaq vuruğu çıxarda bilim. Və yaxud da bu x kvadratı ilə bu x-y-i qruplaşdıra bilərəm ki, yenə də hər ikisində x var. Yəni, mənə lazımdır ki, elə hədləri qruplaşdırım ki, onun içində ortaq vuruq olsun. Gəlin, maraq üçün, məsələn, bu x-la x, y-i götürək. Altından bir xət çəkirəm, bunu da altından bir xət çəkirəm. Bu ikisindən ortaq vuruq, əlbəttə ki, aydındır ki, nə görürsünüz? Bəli, x-i görürsünüz. X-i çıxartdıq, nə qaldı? Burada x kvadratı nə deməkdir? 2 dənə x deməkdir axı. Onda mötərizənin içərisində bunun biri qalır. Və gəlirəm bura. İndi yenə də bir şeyə vurğulayım ki, burada şagirdlər çaşdırır ki, mən üstəgəl yazım, yoxsa çıx yazım. Sadəcə, bax, bunu götürdüyün işarəsini. İndi gəlirsən axı bunu. Bunu x-i götürəcəksən burada, çünki x-i mötərizə xaricə çıxartmısan. Bax, bunun özünün işarəsi nədir qabaqda? Elə onu da yaz bura. Üstəgəl, y qaldı. Bu 1. İndi keçirəm, yerdə nə qaldı? Bunu da yuxarıdan çəkim ki, bilək. 3x-la, daha doğrusu bunu 2 dənə çəkim ki, bir dənə xət başqa şeydir. Mən 3y-la 3x-i ortaq vuruq çıxardacam. Əlbəttə ki, aydın görsənir ki, bu ikisində ortaq vuruq 3-dür. İndi yaxşı, bəs mən bu mötərizənin arasında nə qoyum? Aha, bunun üçün, baxın, mən birinci yerdə nədir yanıb? 3x necədir işarəsi müsbət? Elə həmən o müsbəti işarəsini mötərizənin arasına qoyuram və 2 dənə həddən 3-ü ortaq vuruq çıxardıram. Nə qaldı? Buradan 3-ü götürdüm x, gəlirəm bura. Müsbət y qaldı. İndi fikir verin nə alındı? Mən bayaq vurğuladım ki, elə etmək lazımdır ki, bu mötərizələrin içərisi bir-birinə bərabər olsun. Doğrudan da baxın, x üstəgəl y, x üstəgəl y. Bununla işimiz bitmir, ha? Biz nə etməliyik? Axı, biz vuruqlarını ayırmalıyıq. Burada vuruqlar yoxdur. Burada sadəcə arada üstəgəlmə var. Biz elə eləməliyik ki, arada vurmaya çevrilsin. Bunu necə edirik?
Yenidən ortaq vuruq çıxardırıq. Bu dəfə bax bu mötərizənin özünü ortaq olaraq seçirik. Seçdik. Mötərizə açırıq. Bu mötərizəni elə bilin ki, götürdük. Nə qaldı yerdə? X. Gəlirik bura. Bu mötərizəni götürdük. Nə qaldı yerdə? Müsbət 3. Baxın, görürsünüzmü? Bu ifadəni vuruqlarına ayırdıq. Görürsünüz, 2 vuruq şəklində yaza bildik. Davam edirik. A kubu çıx AB kvadratı vuruqlarına ayrı. Baxaq, vuruqlarına ayrı yenə deyirəm, ortaq vuruq əvvəlcə 2 həddirsə, biz sadəcə buradan ya düsturu çıxarda bilərik. Baxırıq, düstur deyil. Deməli, buradan ortaq vuruq çıxartmalıyıq. Hər ikisində A olduğuna görə bir şey de deyim ki, ortaq vuruğu çıxardanda ən balaca dərəcəni çıxartmaq lazımdır. Burada A-nın 3-cü dərəcəsi var, burada A-nın 1-ci dərəcəsi var. Ən balaca dərəcə əlbəttə ki 1-dir. 1-ci dərəcəni çıxardırsa mötərizəni açırıq. Nə qaldı? Elə bil baxın, A 3 dənə A-dır da, birini çıxartdım. Nə qaldı burada? A-nın 2-si qaldı. Çıxaq, A1, elə bu 1-i də götürmüşəm deyən yerdə qaldı təkcə A-nın yanındakı bax bu ifadə. İndi bununla iş bitmir. Belə də saxlaya bilərsiniz, amma ola bilsin ki, cavablarda belə cavablar olmur. Niyə? Çünki baxın, burada axı biz düsturu aldıq, müxtəsər vurma düsturu, kvadratlar fərqi. Qarşıdakı A-nı saxlayıram, bu bizə heç nə verməyəcək. Bu fərqi açmaq üçün nə edirdik? Kvadratları atırdıq, bir dəfə bunları fərqini yazırdıq, bir dəfə də bunların cəmini yazırdıq. Bu cür. Davam edək. M çıx N 7-dir. M çıx K 2-dir. Olarsa MK çıxaq. NK çıxaq M kvadrat üstə gəl MN ifadəsinin qiymətini soruşur. İndi biz burada nə edə bilərik? Sadəcə bunlar verilib bizə, amma bunun ifadəsini soruşur. Biz bax bu ifadəni baxmalıyıq ki, necə olsun ki, bunların içərisində bax bunlar yaransın. Bunun üçün bunu vuruqlarına ayıraq, ortaq vuruqlar çıxardaq. Baxaq, məsələn, baxın, MK ilə tutaq ki, NK-nı götürsək, hər ikisində K var. K-nı ortaq vuruq çıxartsaq, nə qalır yerdə? K-nı elə bir götürmüşəm də, M çıxaq N qalır. Davam eləyirəm, keçirəm bura. Bax, görsən, keçdim bura, nədir burada? Mənfi, mən də bura mənfini yazıram əvvəlcə. Sonra hər ikisinə baxıram ki, M. Ən balaca dərəcə M1-dir burada. Deməli, M1-i çıxardıram. Mötərizənin içərisində M2 dənə idi, buradan birini çıxartdım, bir dənəsi qaldı. İndi gəlirəm bura. Burada qanunla bax bu işarənin özünü yazmalıydım. Amma mən mötərizənin kənarında mənfi yazdığıma görə burada da mənfi yazmalıyam ki, bu mötərizəni təzədən açdıqda bu mənfi ilə bu mənfi təzədən çevrilib müsbətə çevrilə bilsin. Deməli, bir sözlə, əgər mötərizənin qarşısında mənfi yazmısansa, onda mötərizənin içindəki işarələr də dəyişir. Yəni, bu müsbətdirsə, olur mənfi. Və buradan M-i götürmüşüksə, oldu N. Bu mötərizələrin içərisi eynidir. Deməli, biz bu mötərizələrdən yenə də birini qəbul edirik. Ortaq vuruq olaraq bunların birini seçdik. Və yerdə nə qaldı? Bu mötərizəni götürdüm, yerdə qaldı K. Bu mötərizəni götürdüm, yerdə qaldı M. Və salam. İndi baxaq görək bizə nə verilib. M çıx N verilib 7. Deməli, baxın, bunun qiyməti 7-dir. Burada da M çıx K verilib 2. Amma məndə K çıx M var və yəni ki, bunun əks işarəlisi var. Bir var M çıx K 2-dirsə, onda K çıx M yazmaq istəyirəmsə, mən bunun işarəsini dəyişməliyəm. Onda olur bu mənfi 2. Əmələ gəlir 7 vuraq, mənfi 2. O da eləyir mənfi 14. Davam edək. Baxın, bu ifadələrdə yenildirəm. Çox şagird çalışır ki, bunu üstə gəlsin, çıxsın, kvadrata yüksəlsin və s. Yox. Əvvəlcə yuxarı baxaq. Yuxarı düsturdur. Kvadratlar atıldı. Bir dəfə bunların özü üstə gəlinir. Bir dəfə bunların özü çıxılır. Aşağıdakı da bir düsturdur. Bu açılmış halıdır. Hansının açılmış halıdır? Fikir verin. 0,3
Baxın, ortada çıxma varsa, deməli burada da çıxma qoyuram. 1,3-ün kvadratının açılmış haldır. Siz onu özünüz qıraqda eləyib də oradan da görəcəksiniz ki, bu kvadratı yüksəldəndə bu cür açılır. Deməli, mən bunun əvəzinə bax, bunun yığcam halını yazıram. Və bərabərdir. Görün, necə sadələşdirmə baş verdi. Bu ifadə ilə bu ifadə ixtisar getdi. Bundan 2 dənə ifadədir, bundan 1 dənə ifadədir. Ona görə məxrəcdə bunun biri qaldı, qalmağına. Sürətdə də cəm qalıb. Sürəti məxrəci ayrıca hesablayaq. 0,3 ilə 1,3 hesablayanda 1,6. 0,3-dən 1,3 çıxanda eləyir -1. Aşağıdan -1-ə bölüb, elə bir 1,6-nı -1-ə bölürsünüz də, olur -1,6. Davam edək. Bu ifadəni deyir, vuruqlarını ayırır. Baxaq, bu ifadədə nə edə bilərik? Baxırıq ki, məsəl üçün, baxın, burada ortaq vuruqlar var, amma ki, bunun qarşısında A kubu var, bizə çətinlik törədir. Mən burada nə edəcəm? Baxın, bunu olduğu kimi yazıram, buna dəymirəm. Bu ifadəni isə mötərizənin içərisində yazıram. Amma mötərizənin içərisində yazarkən, baxın, bu qarşıda mənfi yaranır. Mən bayaq nə dedim? Mənfi yaranırsa, onda mötərizənin içinə salacağımız hədlər işarəsini dəyişərək daxil olur. Yəni, bu B-nin mənfi onsuz da buradadır da. Və bu mənfi müsbətə çevrilir. Görürsünüzmü? İndi bəli, aydın görsənir ki, bu iki mötərizə bir-birinə oxşardır. Oxşardırsa, yəni ortaqdırsa, onda bir mötərizəni ortaq vuruq kimi çıxardıram. Yerdə nə qaldı? Bu mötərizənin qarşısında A kubu qalıb, bu mötərizənin qarşısında isə 1 qalıb. Çünki bunun qarşısında gizlin 1 var. Çıxaq 1. İndi bununla da saxlamaq olar. Lakin burada özü yeni bir düstur olduğuna görə biz bunun özünün də düstur şəklini açmalıyıq. Çünki cavabların çoxunda o açılmış vəziyyətdə olur. Necədir? Baxın, bu 1-in kubu şəklində bunu yaza bilərik. Kublar fərqidir. Əvvəlcə kubları atırıq, yerdə qalır açıq 1. Sonra bu mötərizədə birincinin kvadratı, burada mənfidirsə, hasilini yazanda müsbət yazırıq bir-birinə hasili, yəni A-nı 1-ə vuranda A və üstə gəl bu 1-in kvadratı. Mən bu hissələri biraz sürətli ona görə keçirəm ki, əvvəlki videolarda bunun üzərində normal dayanmışam. Yəni artıq bunun necə açılışını normal izah etmişəm. Ona görə bu hissələri mən tez-tez yazası olacam. Yazaq, vuruqlarına ayırın. Baxırıq ki, burada 3 dənə həddir. Mən bayaq vurğuladım ki, məsəl üçün cüt hədlər olanda, 4 hədli olanda, 6 hədli olanda və s. 2-2 qruplaşdırırıq. Amma burada 3 həddir. Məsələn, bu ifadə ilə bu ifadəni qruplaşdırıb ortaq vuruq çıxarda bilərəm. Amma bu qalacaq axı. Bundan nəyi ortaq vuruq çıxardım? Ona görə də bu ifadəni o cür qruplaşdıraraq vuruq çıxartmaq olmaz. Nə etmək lazımdır? Burada hansı düstur açılışıdır, onu tapmaq lazımdır. Amma baxıram ki, burada düstur açılışı yoxdur. Yəni, baxın, burada 3-dür, 3 heç nəyin kvadratı deyil. Ona görə 12 məsəl üçün heç nəyin kvadratı deyil. Ona görə əvvəlcə ümumi baxıram ki, baxın, əmsallara baxıram. 3, 12, 12. Bunların üçündən də ortaq vuruq 3 vuruğudur. Əvvəl 3 vuruğunu ortaq vuruq kimi çıxardıram. Nə qaldı? X kvadrat, üstə gəl 4xy, üstə gəl 4y-ın kvadratı bərabərdir. İndi mötərizənin içərisinə baxıram ki, bəli, bu düsturun açılmış formasıdır. Hansı düsturun açılmış forması? Bunu bilmək üçün nə edirsiniz? Baxın, kvadratlar olan hissələri tapırsınız. X-in kvadratını atırsınız, oldu x. Və burada da 2y-ın kvadratlı halıdır. Kvadratını atanda olacaq 2y. Mötərizəni bağladınız. Bu kvadratı yuxarı yazdınız və hamısı müsbətdirsə müsbət. Yox, əgər bu hissədə mənfi olardısa, yəni görürsünüz, bir-birinə hasili olan hissədə mənfi olardısa, burada da mənfi yazacaqdıq. Deməli, nə əmələ gəlir? Üst qarşıda qalır, bu heç. Bunun yerinə nə yazdıq? X üstə gəl 2y-ın kvadratının açılmış formasıdır. Davam edək. Deməli, bu ifadəni vuruqlarına ayırın. Aha, bax burada
Burada neynədik? 3-ü ortaq vuruq çıxartdıq və bizə görsəndi ki, bu düsturdur. Bəs burada neynəyək? Nə ortaq vuruq var, nə 3 dənəli olduğuna görə cüt-cüt qruplaşdıra bilmərik. Burada neynəyirik? Bax, bu 2y kvadratını mən 2 yerə parçalayacağım. X kvadrat üstə gəl, y çıxaq. 2y kvadratını necə yaza bilərəm? Y kvadratı çıxaq y kvadratı yaza bilərəm də. Baxın, 2 dənə olacaq 2y kvadratı. Bunu belə yazdım. Nəyə görə yazdım? İndi 4 dənə hala çevrildi. 4 hədliyə. Və bu 4 hədlidə artıq bəli, indi 2-2 qruplaşdıra bilərəm. Gəlin 2-2 qruplaşdıraq. Baxaq, görək hansıları bir-biri ilə qruplaşdıra bilərik. Məsələn, baxın, bu x kvadratı ilə bu y kvadratı düstur şəklində yazıla bilər. Gəlin yazaq. Düstur şəklində açsaq, kvadratlar atılır. Bir dəfə üstə gəl, bir dəfə çıxı yazıldı. İndi keçirik bu x, y ilə bu y kvadratına. Bu ikisindən ortaq vuruq, y-ı çıxardıram. Bunun birinci yerdə bu gəldiyinə görə bunun müsbətini yazıram, mötərizəni açıram. Daha doğrusu ortaq vuruq, y-ı çıxardaq, sonra mötərizəni açaq. Yerdə nə qaldı? X və bunun qarşısında çıx, y. Bərabərdir. İndi baxıram ki, mötərizələrimdən hansı ortaqdır? Bəli, mötərizələrimdən bax, bunlar ortaqdır. Onda ortaq olan mötərizələrinin birini yazıram. Yerdə qalanları köçürdürəm digər mötərizənin içərisinə. Yerdə nə qaldı? Yerdə qaldı x üstə gəl y, üstə gəl bu y. Bərabərdir. Biraz da sadələşdirirəm. Bu olduğu kimi qalır. Bu mötərizədə bu 2y eləyir. Deməli, x üstə gəl 2y. Bu qədər. Davam edirəm. Davamını digər videoda izləyərsiniz inşallah. Sağ olun, hələlik.